Sınaq, dördüncü sınağın izahına baxırıq uşaqlar. Vaxt itirmədən birinci sual. 2 kiloqram kütləli maddi nöqtə çevrə boyunca 3 metr saniyə sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət edir. Dönmə bucağı 180 dərəcə. Nə deməkdir bu? Dönmə bucağı. Fikir verin, əgər burada idisə cisim 180 dərəcə var, çevrə üzrə hərəkətdə impuls dəyişməsi. Yəni 180 dərəcə neçə perioddur? Yarım period. Yəni impuls dəyişməsi olacaq 2P olacaqdır. Artıq bu 180 dərəcəni biz bilirik artıq. Bunu ifadə edir. Bu da 2P, 2mv olduğunu bilirəm. 2 kütlə 2 kiloqram, V də 3-dür. Bu da 12 metr böl saniyə oldur. İkinci sual kondensatorlara aiddir. Paralel birləşmə. Paralel birləşmədə gərginliklər eynidir. Onda Q bərabərdir C U-dursa, gərginliklər eynidirsə hər ikisi üçün Q C ilə düz mütənasib. Ona görə də baxıram ki, birincinin C'si tutumu, yəni 2 dəfə, 9 dəfə bundan böyükdür. Yəni əgər onda olacaq Q2 bərabərdir 9 Q1. O da daha doğrusu Q2 yox, Q1. Q1 bərabərdir 9 Q2 olaraq görürsünüz əslində. Baxın, görə bilirsiniz yəqin ki. Üçüncü məsələ, bir cis elektrik sahəsinin qüvvə xətlərinin əksi istiqamətində sahəyə daxil olan neytron. Elektrik sahəsinə ümumiyyətlə fərqi yoxdur. Hansı sahəyə neytron daxil olur olsun, nə maqnit sahəsi, nə elektrik sahəsi buna təsir etməz. Niyə görə? Çünki yükü yoxdur. Ona görə də elektron, neytron düzxəttli bərabər sürətli hərəkət edər. Yəni əvəzdəci qüvvə 0 olacaqdır, Bakı olacaqdır. Yəni belə düşünəkdən həmişə də tənbəllər üçün deyirəm ki, düzxəttli neytron bütün deməyək, elektrik və maqnit sahələrində düzxəttli bərabər sürətli hərəkət edəcəkdir. Dördüncü sual bilirik artıq intensivliyə aiddir. K Q0 böl R kvadratı, K-nı da 1 böl 4 pi epsilon 0 ilə daxilləmişik. Bu da Bakıdır. Bunu biz bilirik. Beşinci sualda nədir? Beşinci sualda yer səthi yaxınlığında cismin müəyyən hündürlükdən sərbəst düşmə müddəti T-dir. Sərbəst düşmə müddəti kök altında 2H bölünsün R-dir. Kütləsi yerin kütləsinə bərabər, deməli M-ləri eyni saxlayır. Radiusu yerin radiusundan 2 dəfə kiçik. Radiusunda deməli o planetdə 2 dəfə kiçildir və o planetdə həmin hündürlükdən, deməli H-lar eyni, hansı T müddətində düşəcəkdir. Həmin hündürlük deməli H eyni. Ona biz baxmalıyıq ki, T-nin qiymətini H-a baxmalıyam, bir də R-yə. H eyni deyirsə, R-yə baxmalıyam. J-nin də planetin kütləsi R-M bölünsünlə R kvadratıdır. Kütlələri eyni verib, radiusu 2 dəfə kiçildirsə, onda J nə edəcək? 4 dəfə böyüyəcək. J 4 dəfə böyüyübsə, o planetdə, onda T 2 dəfə kiçiləcək. Yerdə T idisə, yer səthi yaxınlığında T idisə, onda 2 dəfə kiçilsə, A variantı T böl 2 olacaqdır. 6-cı sual. Tircik mail müstəvinin üzərində sükunətdədir. Baxın, tircik olan burada mail müstəvi üzərində sükunətdədir. Nə anlama gəlir bu? Deməli, əslində bu tircik aşağı düşmək istəyir. Bilirik artıq, bunun bir dartı qüvvəsi, mg sinus alfa buna təsir edir, aşağı dartmaq istəyir, amma sükunətdədir. Deməli, sükunətdə durmasına səbəb sükunət sürtünməsinin əksi istiqamətində hərəkət etməsidir. Daha doğrusu, təsir etməsidir. Ona görə də 4-cü istiqamətdə olacaq sükunət sürtünmə qüvvəsi. Çatdıq fikrim, sükunət sürtünmə qüvvəsi. Sükunət sürtünmə qüvvəsi cisim sükunətdədir. Hara gəlmək istəyir? Aşağı. Deməli, sükunət sürtünmə qüvvəsi imkan vermir ki, bu aşağı düşsün. Yuxarı təsir edir. Deməli, 4-cü olacaq Y variantı.
7-ci sualda bizə deyir ki, yüklənmiş iki cisim eyni metal kürə müsbət yüklü lövhənin üzərində asılmışdır. Baxın, eyni metal kürədir, yəni kürələrin ölçüləri eynidir. Bunun yükü nə qədərdir? Mənfi Q, bunun yükü müsbət Q. Düzdür? Və bunları toxundururlar və əvvəlki vəziyyətini gətirirlər. Yaranan gəlmə qüvvələri necə dəyişər? Birinci, onda toxundurmadan öncə gəlmə qüvvələrinə baxmalıyıq. Sonra toxundurandan sonra, yəni bir-birinə toxundurandan sonra gəlmə qüvvələrinə baxırıq. Deməli, birinci halda bu yükün bir MG-si hansı tərəfə aşağı, bu müsbət lövhə, bu mənfi lövhəni özünə çəkir. Deməli, bunun kolon qüvvəsi, yəni F bərabər QY qüvvəsi hansı tərəfə aşağıdır. Onda burada T1 üçün nə yazaram? T1 bərabərdir MG plus nə? QY qüvvəsi, həmən bu QY F qüvvəsi. Burada isə MG onsuz da aşağı, QY qüvvəsi yuxarıdır. M-ləri eynidir, çünki eyni kürə deyir bizə. Onda bu halda T2-ə nə yazaram? MG çıxılsın nə? QY deyərəm. Bu, toxundurmadan öncədir. İndi toxundurandan sonra nə baş verər? Məsələn, bunun yükü mənfi Q, bunun yükü müsbət Q. İkisi də eyni ölçülüdürsə, toxundursaq, ayırsaq, topla böl 2-yə. Onda bunun yükünü toplasaq ikinci ilə yükü olacaq 0. Deməli, ikinci halda hər birinin yükü neçə olacaq? 0 olacaq. 0 olduğu üçün QY qüvvəsi 0 olacaq. Onda ikinci halda T1-ə nə yazaram? MG, T2-ə nə yazaram? O da MG. Görürsünüzmü? Bunu bir də silim buradan. Görürsünüzmü? Yəni, Q'ları 0 oldular. Onda bu MG plus QY'dir. MG olub. Deməli, T1 neyinib? Azalır. MG çıx QY olub. MG olub. Burada T2 artır. Deməli, T1 azalar, T2 artar. O da Bakıdır. 8-ci sual. Euler-Venn diaqramında sükunətdəki mənfi Q0 yükünün elektrik sahəsində hərəkət etdirilən müsbət Q1 və Q2 yüklərinə uyğun bəndləri müəyyən edin. Deməli, mən artıq bilirəm ki, mənfi Q0, bu müsbət Q0 yaxınlaşır. Onda bu mənfi Q0, bu müsbət Q0-ı özünə bir F qüvvəsi ilə neyinir? Həm də çəkir. Mənfidir, bu müsbətdir. İndi həmən bu müsbət Q0, bu Q0-dan indi uzaqlaşır. Onda bilirik də artıq. Yəni, burada da F bunu cəzb edir də, hər ikisini. Sadəcə, burada şəkil 1-də F ilə V istiqaməti eynidir. Şəkil 2-də F ilə V istiqaməti əksdir. Onda yüklər sistemində potensial enerji dəyişir. Təbii ki, hər ikisində dəyişər. Niyə görə? Çünki onsuz da biz bunu bilirik ki, kinetiki neyəcək? Artacaqdır. Çünki sürəti artır. Sürət artırsa, kinetik artır. Kinetik artırsa, potensialı azalır. İkinci halda isə FV ilə əks olduğu üçün sürət azalır, kinetik azalır. Onda potensial neyəcək? Artacaqdır. İşə də baxa bilərik. Bu qüvvə necə iş görər? Müsbət iş görər. Çünki V istiqamətindədir. Bu qüvvə isə hərəkətin əksinədir. Ona görə də bu kiçikdir, 0 olacaqdır. Deməli, yüklər sisteminin potensial enerji dəyişir. Hər ikisində fikir verirsiniz, azalır, burada artır. Deməli, bu hər ikisində 2-yə gedir. 1. Sahə tərəfindən təsir edən qüvvənin modulu artır. Aha, gözəl. Sahə tərəfindən, bax, bu F bunlar arasında artmalıdır. Hansı qüvvədir o? Kolon qüvvəsi. Nə idi? K düstur olaraq Q1, Q2 böl R-in kvadratı. R-də arasında məsafə. F nə zaman artmalıdır? R azalanda, yəni yaxınlaşanda. Onda yaxınlaşın, artma buradadır, azalma da buradadır. Bu bundan uzaqlaşır, F azalır, bu buna yaxınlaşır, F artır. Buna görə də F-in artması kimdədir? Birincidədir, ikinci gedər. Sahə tərəfindən qüvvənin istiqaməti soladır. Bu qüvvənin qiyməti də sola, bu qüvvənin qiyməti də soladır. Görürsünüzmü? Hər ikisi soladır. Burada 3 yazdıram. Sahənin gördüyü iş müsbətdir. Birinciyə aiddir, siz görürsünüz.
Sahanın gördüyük mənfidir. Bu da üçüncüye aiddir. Bu da beşinci. Deməli 2, 4, 1, 3 və 5. 2, 4 o da Y variantı olacaqdır. Və gəlirik 19-cu suala. Hansı sual? Neçənci? 9-cu sual. Şağını yuxarı atılmada sürətin zamandan asılı qrafikidir. Biz buna nə demişdik? Qalxma müddəti. Buna nə demişdik? 6 saniyəyə uçuş müddəti. Görürsünüz? Hə, başlanğıc sürətini hesabladır cismin. Onda qalxma müddətinin düsturunu yazsa, V0 bölgə deyil uşaqlar. Qalxma da 3 saniyədir. Bu 10'dursa, deməli başlanğıc sürət neçə olmalıdır? 30 olmalıdır. Dadaşdır. 10-cu sual. Qapalı dövrdəki cəryan mənbəyinin qütblərindəki gərginliyə cəryan şiddətinə asılı qrafiki verilib. M nöqtəsinə uyğun xarici müqaviməti hesablayın. Baxın, M nöqtəsinə uyğun nə? Xarici müqavimət. Yəni, böyük yeri soruşur. Xarici müqavimət, sual. Biz nə demişdik? Unun İ'dən asılılığı. Buna biz İ qısa qapanma deyirik. Buna da maksimum U'ya da biz EHG deyirik. Düzdür? Hə. Bu EHG 30'dur. Yəni, baxın, bu EHG 30'dur. Bu U'dur. Bu da qısa qapanma cəryanıdır. Onda belə bir unun düsturunu belə yazırdıq ki, IR idi. İ'nin də yerində belə bir unun düsturu epsilon R plus kiçik R olduğunu bilir. Belə yaza bilərəm. Formada yaza bilərik. U var. Neçədir? 5'dir. U var 5'dir. Bərabərdir. EHG var 30'dur. Vurulsun R'dir. Bölünsün R plus kiçik R'imiz yoxdur. Kiçik R'i də qısa qapanmanın düsturundan bilirsən də sən. Qısa qapanma 10'dursa, EHG 30'dursa, deməli kiçik R'imiz 3'dür. Kiçik R'imiz də 3 oldu. Gördün mü? Onda neynəməliyəm? Buradan tapa bilərəm. 30 R bərabərdir. 30 R bərabərdir. 5 R plus nə? 15. Düzdür? 30 R'dən R çıxsam, 5 R çıxsam, 25 R'i olacaq 15. R də olacaq 15 bölünsün 25. 5'ə bölsən 3 böl 5. Bu da 10'da 6. Gördün mü? A variantı. A variantı. 11-ci sual. Və bilirik ki, burada kondensatorlar necə birləşib uşaqlar? Ardıcıl birləşiblər. Və ardıcıl birləşiblər, bu da ümumi gərginlikdir və ümumi gərginlikdə sabit olduğunu deyir. Mən bilirəm ki, U bərabərdir, U1 plus U2'dir. Buradakı gərginlik U1 plus U2 və bu cəm də sabit verir şərtdə. Cəmin sabit olması, əgər cəm sabitdirsə, onda biri artanda o birisi azalmalıdır və ya tərsinə. İndi mənə deyir ki, C2 kondensatorun, C2 kondensatorun lövhəsində dielektrik daxil edir. Deməli, C2'ye daxil edilibsə, bunun U2'sini yoxlamalıyam. U2 də nəyə bərabər düstur olaraq? Q bölünsün nə? C. C-nin də yerində epsilon 0, S böl D, bu da Q. Əgər daxil edilibsə dielektrik epsilonu artır, onda U2'si azalır. Yaxşı, U2'si azalıbsa, U sabitdirsə, o demək U1 artır. Deməli, U2'si azalar, U2'si azalar, U1 artar, o da Y variantı. 12-ci sualda qüvvə koordinat düsturun qrafikində işi hesablamaq istəyirsənsə fiqurun sahəsini tap. Bu da trapesiyanın sahəsi. Orta xətt, burası necədir? 4, burası 4, burası 6, 4 plus 6, 10, 10'u 2'ye böl 5, 5'i də hündürlüyə vur, olacaq 40. Yəni, S bərabərdir, A plus B böl 2 vur H-a görə, A 4'dür. Plus 6 böl 2 vur 8. O da 40 verəcəkdir. 40 joule. 13. Termorezistor. Termorezistor yarım keçiricidir uşaqlar bilirik, eləmi? Yarım keçiricinin də temperaturu müqavimətlə tərsdir. Daha sonra müqaviməti temperaturla tərsdir. Temperaturu azaldıb, yəni soyudubsa temperaturu, onda müqaviməti neyniyər? Artar, o da C variantı. 14 asan sualdır.
Watt vur saniyəyə joule deyirik, eləmi? Güc vur zaman. Güc vur zaman, ANT. Deməli, joule, watt vur saniyə, joule böl metr kvadratı. Joule da özü, newton vur metr, böl nə? Metr kvadratı. Görürsünüzmü? Hə, onda ixtisarları aparsaq, newton bölünsün nə qaldı? Metr qaldı. O da nəyin vahididir? Sərtliyin vahididir, bilirsiniz. Hətta newton böl metr həm sərtliyin vahidi, həm də birinci hissənin sonunda səthi gəlmə əmsalının da vahidi newton böl metr idi. Amma burada sərtlik verir. 15'ə baxırıq. Əvəz bu cismin təcili, newton nədir? Təcil həmişə qüvvə istiqamətindədir, eləmi? Əvəzləyici qüvvə aşağıdırsa, təcil də aşağı olacaq. 15'ə 1 deyəcək, Y variantıdır. Deməli, 15 Y variantıdır. Bunu biz bilirik. 16. Gözəl sual, əla sual. Proton bir cism maqnit sahəsinə daxil olur. Bunun biz maqnit sahəsidir. Əslində düzdür, keçmişik, amma hesabat mövzusunda deyil bizdə. Olsun. Ümumiyyətlə, maqnit sahəsində qüvvə xətlərinə paralel hansı yüklü zərərcik daxil olur olsun, düz xəttli bərabər sürətlə hərəkət edər. Ona görə də kinetik enerji burada sabit verməlidir. O da Y variantı olacaqdır uşaqlar. 17. F2 qüvvəsinin O nöqtəsinə nəzərən qolunu göstər. Qol qüvvənin təsir xəttinə olan perpendikulyar uzunluğudur. Qüvvənin fırlama nöqtəsindən qüvvənin təsir xəttinə perpendikulyar çəkəcəyik. O perpendikulyar uzunluğu qüvvənin qolu. Yaxşı, hansı qüvvə istəyir? F2. F2 qüvvəsinin təsir xətti aşağı yuxarıdır, görürsünüz? Fırlama nöqtəsi haradır? Buradır. Fırlama nöqtəsindən təsir xəttinə olan perpendikulyar OC-dir. Deməli, OC olacaq A variantı. Bəs F1 qüvvəsini sorsaydı, F1 qüvvəsinə təsir xətti aşağı yuxarı, odan OD olacaqdır. Amma burada F2-ni istəyir, o da OC-dir. 18. Cismə təsir edən qüvvənin modulunu göstərin deyir. Kinetik enerjinin koordinatdan asıllığıdır. Fikir verirsiniz, koordinat artdıqca kinetik artır və təsir edən qüvvənin düsturunu baxın. Mən bunu işlə kinetik enerji haqqında teoremlə yaza bilərəm. Məsəl üçün, kinetik enerji haqqında teoremdə əvəzləyici qüvvənin işi, yəni əvəzləyici vurulsun S bərabərdir kinetikin nə idi? Dəyişməsi. Razısınız? İş kinetikin dəyişməsidir. İndi 6, baxın, S-i 6 metr götürsək, S 6 metr olsa, kinetikin dəyişməsi, kinetik 30-dan 90-a qədər dəyişmir. 120-dən 30-u çıxanda eləcə 90. Deməli, kinetik neçə oldu? 90. Bərabərdir. Neçə metrdə? 6 metrdə. Onda əvəzləyicini tapsaq, əvəzləyici də buradan 90-ı da 6-ya bölsək 15 olacaq. 15 newton olacaq. O da Bakı. 19-cu sualda hansı zaman anında cismin kinetik enerjisi 121 joule olar? Baxın. Burada zamanı görürsünüz mü? O zamanı, bax bu zamanı istəyir. Onda bu V-ni tapsan, bu zamanı rahat tapa bilərsən. Onda baxıram ki, kinetik enerji verib 121 joule, kütlə də verib 2 kilogram. Onda kütlə, daha doğrusu kinetikin düsturu, deməli, kinetik enerjinin düsturunda Y kinetik nə idi? mv kvadrat böl 2 idi. Düzdür? Orada buradan V'ni tapsaq, kökün içində 2Y bölünsün M'dir. M də 2 kilogramdır, görürsünüz mü? M 2 kilogram, 2 ilə bu M gedir, qalacaq V, Y'dir. Kökün içində 121, onda bundan çıxar kök 11. Onda sürət neçədir? 11. Sürət 11-dirsə, 11, onda rahat T'ni tapa bilərsən. 11 bərabərdir. 3 plus 2T'dir. 2T nəyə bərabərdir? 11-dən 3, 8. T də bərabərdir. 4 saniyədir. Görə bilirsən yəqin ki. T nəyə bərabərdir? 4 saniyədir. Görə bilirsən.
Deməli, Bakı. 20-ci sual. Müstəqil qaz boşalması zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impuls hansı ifadə ilə təyin olunur? Değil mi? Müstəqil qaz boşalmasında biz nə demişdik? Q, Y, L, yəni QYD, L burada növbəti toqquşmaya qədər olan məsafənin uzunluğu bərabər idi kinetikin nəyi? Dəyişməsi. Kinetikin dəyişməsi, baxın. Nəyi? Kinetikin dəyişməsi. Yəni YK çıx, nə? YK 0. Burada da V0 0 olduğu üçün, onda bu QYL bərabər olacaq elə V0 0 olduğu üçün bu da oldu 0. Onda QYL ilə bərabərdir YK-ya. Düzdür? Q da elementar yük kimi yazsa, Y, görürsən mi? Q'nun yerinə Y yazsa, onda olacaq Y, L bərabərdir. Kinetikin də yerinə də P kvadratı bölü 2M yazın da. Onda P'ni buradan tapsanız, P bərabərdir 2, kök altında 2M, Y, L olacaqdır. O da Y variantı. Gördünüz? Baxın uşaqlar, əslində çox vaxtı bunu istifadə edirik. YK0-ı 0 qəbul edirik. Şərtdə veririk. Amma 0 olmasa, YK çıx, YK0 olacaq, biləsiniz. 21. Liftdəki tərəzinin üzərində adam dayanmışdır. Dayananda onun çəksi sükunətdə çəksidir, MJ'dir. Sonra birdən lift A-5 J təcili ilə hərəkət etdikdə yuxarı yönəlmiş. Çəkisi necə dəyişər? Yəni tərəzini göstərir. Onda nə olacaq? M, J plus nə? A. Onda J, A, onda 5J, plus J, 1/5. Onda olacaq 1/5 nə? MJ. Əvvəl MJ idi, sonra 1/5 MJ-dir. Onda çəkisi 1/5 dəfə neynədir? Artdı. 21 Y variantı. 22. Hansı nöqtəyə uyğun zaman anında cismin sürətinin modulu 0-dır? Nəyi? Cismin sürətinin modulu 0-dır. Biz bilirik ki, yavaşlayan hərəkətin sonunu dayanma anlamına gəlir, değil mi? Baxın, yıxılan parabola deyil bu. Baxın, yıxılan parabola. XT ilə, bax, yavaşır və burada dayanır, dayanır. Bunda deməli, burada sürət neçədir? 0-dır. İmpulsu 0-dır. Kinetik 0-dır. Təbii ki, kinetik enerjidən söhbət gedir. Ondan sonra sürət yavaş-yavaş nə edəcək? Artacaqdır. 22-ni bildik. 23. Metal naqili 100 dərəcədə ki, müqaməti 28 ohmdur. Deməli, R bərabərdir. R0 plus 1, R0 mötərizə içində 1 plus alfa T. Müxtəlif mühitlərdə elektrik cəryanı metallarda ona aiddir. T-ni yerində, T-ni verib mənə neçə? 100 dərəcə, 20, R də verib 28. Onda mən burada R0 taparam. R0-da R bölünsün 1 plus alfa T. Onda R bizdə nə qədərdir? 28, 1 plus alfa 1000-4-dür. Yazıram burada, bax 1000-də bax kəsrlə yazsam, 1000-4-ü burada T-yə vursam, yəni 100-ə vursam, neçə eləyəcək bu? 1/4. 1 plus 10/4, 28-i də 1/4-ə böləndə eləcək 20 ohm. İndi 200 dərəcədəki müqavimət bəz neçə olmalı? Yəni T-ni yerinə 200 qoysa, bu R-i istəyir. R0-da tapmışam. Onda R bərabərdir. R0, yenə də 1 plus alfa T. R0-ı tapmışdım. 20. 1 plus 1000-4, alfa 1000-4'dür. Vur indi 200. Bu da 1000-800 edir. O da 1/8, 1/8. 20'ni də 1/8'ə vursam 36 ohm olacaqdır. Cavab 36 ohm. 24. 100 litr mayının çəkisi 600 newtondur. Onda mayının sıxlığını hesablayın. Bəzilərinin yaralı yeri. Niyə görə yaralı yeri? Litri metr kubuna çevirə bilmir. Nə bilim, sıxlığı elə 100'ü yazır, deyir kilogram bölü metr kubundan tapmışam. Olmaz.
Deməli V nəyə bərabərdir? 100 litr verib 1 litrdə 1000-də 1 kubmetr. Bu da olacaq 1000-ə bölsək 10-da 1 metr kubu. Düzdür? Düzdür. Aha. Və çəki də düstur olaraq mc deyil, olacaq rho və r. Düzdür? Düzdür. Onda rho-nu tapsa, baxın rho-nu tapsa p bölünsün nə olacaq? V vur r. Deməli p bölünsün, bunu buradan yazıram davamını. P nə qədərdir? 600. V nə qədərdir? 10-da 1 vurulsun r. Bu da 10-da 1 vurulsun 10, bu da 1. Deməli nə olacaq? Elə 600 kiloqram böl metr kubu olacaqdır. Görürsünüz? Cavab elə 600 kiloqram böl metr kubu olacaqdır. Gördünüz? 25. Aha. Bu tərpənməz blokdur, bilirik, eləmi? Tərpənməz blokda H-ip H-yükə bərabərdir, V-ip V-yükdür, eləmi? İpin sərbəst ucuna ucu 5 saniyə, ipin sərbəst ucu 5 saniyə müddətində 2 metr yerini dəyişir. Yəni, sanki bu 2 metr o yerini neyinib dəyişib. Yəni, 2 metr düşübsə, onda yük də neyinib? 2 metr yuxarı qalxıb. Bu anlama gəlir. Yükün kütləsini hesablayaq da. Onda impulsu da verib. Onda impuls nəyə bərabərdir balam? MV deyil, elədir. Vəssalam. M də bərabərdir, P bölünsün V. V də yoxdur. V də S böl nədir? T'dir. V-nin də yerində S böl T yazsam, yəni 2 bölünsün 5, o da 10-da 4 elədir. Onda P nə qədərdir? 180 bölünsün nə? 10-da 4. 10-da 4 niyə? 10-da 4 metr böl saniyə. 180-ı da 10-da 4-ə, o da 1800-ü 4-ə bölmək deməkdir. O da 900-ü 2-yə bölmək deməkdir. O da olacaq 450 kiloqram. Cavab 450 kiloqram. Olur mu öyle? Bəli. 450-ni də bəli, 450 kiloqram. Cavab neçə? 450 kiloqram olacaqdır. 26-cı sual. Cismi müəyyən yüksəklikdən sərbəst düşür. Əlində bir cisim var. Sərbəst burax da yerə, eləmi? Nə olacaq? Bunun sürəti getdikcə neyiniyər? Artar. Kinetiki artar. Kinetiki artırsa potensialı azalacaqdır. Ağırlıq qüvvəsi necə dəyişir? Baxacaq da bir-bir. Ağırlıq qüvvəsi iş görürmü? Əlbəttə ki, görür. Çünki ağırlıq qüvvəsi iş görməməsi üçün hərəkətlə ağırlıq qüvvəsinin arasındakı bucaq 90 dərəcə olmalıdır. O da mümkün deyil. Baxacaq indi. Deməli, cisim müəyyən yüksəklikdən düşür, yüksəklikdən sərbəst düşür. Sərbəst düşürsə, deməli, cisim sərbəst düşmə nədir? Havanın müqaviməti deməli nəzərə alınmır deməkdir. Deməli, düşürsə, potensial enerji nə edəcək? Azalar. Bu doğrudur. Potensial azalırsa, kinetik nə edəcək? Artar. Bu da doğrudur. Ağırlıq qüvvəsi iş görür. Niyə ki görmür? Bu səhvdir. Çünki iş görməsi üçün cisim hərəkəti hansı tərəfədir? Aşağı. Ağırlıq qüvvəsi o da aşağı. F ilə V arasındakı bucaq 0 dərəcədir. Özdə müsbət iş görür. Ağırlıq qüvvəsi mənfi iş görür? Xeyr. Tam mexaniki enerji artırmı? Xeyr. Tam mexaniki enerji neyiniyər? Dəyişməz. Çünki əgər sərbəst düşürsə, Y tam, Y kinetik plus nə? Y potensialdır. Düzdür? Düzdür. Y kinetik artarsa, Y potensial azalırsa, tam müqavimət azalırdır. İndi bu cisim sərbəst düşür. Baxın, bəzən uşaq deyir ki, şagirdlər sual verir ki, deyir ki, müəllim, burada havanın müqaviməti nəzərə alınmayıb, baxın, yazmayıb, baxın, şərt. Əgər havanın müqaviməti nəzərə alınmayıbsa, onda siz doğru deyirsiniz. Dedim, balam, düz deyirsiniz. O yazılmayıb, amma cisim nə zaman sərbəst düşər? Hava olmayanda. Hava olan vaxtda cisim sərbəst düşə bilməz.
Deməli 26-nı dedik. Hə, 26-da cavab olaraq demədik 1 2 dənə düz cavab var burada. 1 2 vəssalam. 27-ci suala baxırıq. 27-ci sualda deməli bu elektrik sahəsidir. Elektrik sahəsi bu müsbət yük, mənfi yük, bu da yüksüzdür. Bu protondur, birinci protondur, 2 elektrondur, 3 neytrondur. Və elektrik sahəsində necə hərəkət edirlər? Elektrik sahəsində bu birciz sahədir, görürsünüzmü? Bu birciz sahədə 3 dənə yük hərəkət edir. Biz bilirik ki, bu birciz sahə qüvvə xəttləri istiqaməti mənfidir. Deməli, hər üç yük müsbətdən mənfiyə doğru hərəkət edir. Düzdür? Düzdür. İndi bu müsbət yükdürsə, bunun qüvvəsi istiqamətində çəkimlə bu protona, bu mənfi yük özünə neyini çəkir? Deməli, bunun qüvvəsi hansı tərəfədir? Bunun qüvvəsi də özünə doğrudur. Bu tərəfə. Bu mənfi yükdür, müsbət tərəf bunu bu tərəfə çəkir. Deməli, bunun qüvvəsi bu tərəfədir. Bu neytrondur. Neytrona qüvvə təsir eləməz. Axı, F bərabər Q-yə görə bax. Q sıfırdır. Onda sıfırı Y-yə vursam, o da sıfırdır. F olacaq neçə? Sıfır. Onda mən deyə bilərəm ki, bu yeyinləşir, yəni sürəti artır. Bu yavaşır, sürəti azalır. Bu da bərabər sürətlə hərəkət edir. Çünki əvəzəci qüvvə sıfırdır. Deməli, bu birinci yeyinləşən, amma X oxuna tərəf yeyinləşir. Görürsünüzmü? X oxuna tərəf yeyinləşir. Birinci A, X o, bu da B olacaq. Eləmi? Bu yavaşlayandır. X oxunun əksinə, daha doğrusu X oxu istiqaməti yavaşlayan. 2-yə C olacaq. Deməli, 2C olacaq. Bu da bərabər sürətlidir. Görürsünüzmü? Bərabər sürətlidir. ST ilə. Bərabər sürətli hansıdır? 3D. Bu da bərabər sürətlidir. Y. Deməli, AB, 2C, 3D, Y olacaqdır. Gəlirik 28. Elektroliz prosesində elektroliz nə idi qanunu? K, Q idi. Kimyəvi ekvivalent, yükün də yerinə I vur T. Yəni, cəryan şiddəti vurulsun, zaman yazdı. Elektroliz prosesində katodda ayrılan metalın həcminin, özü də deyir, həcminin cəryanın keçmə müddətindən asılı qrafiki hansıdır? Onda M də ρV-dir də, bilirik ki, değil mi? ρV-dir. Onda heç nə, V ilə cəryan şiddəti necə mütənasib? Daha doğrusu V ilə zaman düz asılı, gördünüzmü? Cəryan həcmlə zaman düz asılı. Yəni, zaman keçdikcə elektrodda, baxın, zaman keçdikcə elektrodda maddə yığılacaq və həcmi də getdikcə böyüyəcəkdir. Və 29-da da deyir ki, bu belə bir cəryan şiddətinin gərginlikdən asılılığı verir və bu naqilləri paralel, 2 dənə naqildir də. Bu naqil birincinin müqamətini tapacaq. R1 U bölü I-yə görə U bölü I-si 50, R2-də də U bölü I-si, yəni 100 bölü 4, 25. Gördünüzmü? Və bunları paralel birləşdirsən, axan cəryan şiddəti. Onda I nəyə bərabərdir? U böl nə? R ümumi. Necə birləşdirdik? Paralel. Paralel birləşmədə R nəyə bərabərdir? R1 plus, daha doğrusu R ümumi bərabərdir. R1 vur R2, R1 plus R2. O da bərabərdir. 50 vurulsun 25, 50 plus 25. Yəni 75. Düzdür? 25, 75-dən qalır nə? Deməli, 50 böl 3. Deməli, neçə oldu? 50 böl 3 oldu, ümumi müqavimət. I də U böl R-deyil. Deməli, 150 böl 50 böl 3-də. I bərabərdir. 150, U 150 volt. Bu da 50 bölünsün nə? 3. Düzdür? Onda nə olmalıdır? Nə olmalıdır? Tərs çevirsək. 150 vur 3 böl 50.
Bu da neçə olacaq? 150-yə böləndə 3, 3 vuruş 9 amper olacaqdır. Cavab 9 amper. Görürsünüzmü? Bu arada görə səhv eləmədikmi? Səhv elədiksə baxaq. Bir dənə yoxlayaq. Deməli, R1-i tapmışam. U bölü I düz tapmışam. Birinciyə 50, ikinciyə 100 bölü 25. Ümumi də R1, R2 paralel birləşdirib. Bəli, paralel birləşdiribsə R1, R2 50 vur 25, 50 plus 25. Düz yazmışam. Vəssalam. Deməli, cavab 9 amper olacaqdır. Gəlirik bu 30-cu sual. 30-cu sual da daha görürsünüz. Asandır. İmpulsun zamanın asılılığı göstərir ki, impuls dəyişmir. İmpuls dəyişmirsə, deməli bu sürət də dəyişmir. Sürət dəyişmirsə, bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə yol zamanla necə asılı olar? Düz. Bu qədər. İndi sonda nə edəcəksiniz uşaqlar? Birinci olaraq neçə dənə səhv sualı görürsünüzsə, o səhv sualları öz dəftərinizdə qeyd edirsiniz. 4-cü sınaqda da, yəni ki, o birisləri də orada qeyd eləmişsiniz. Onu qeyd edirsiniz ora, səhv sualları. Ondan sonra da sonunda da nə yazırsınız? Kommentariyalarınızı yazın. Bəyənmələri edin. Əziyyətimiz boşa getməsin. Sağ olun.